Salam, hər vaxtınız xeyir olsun, zehniniz açıq olsun. Sikloalkanlar, yəni sikloparafinlərin toplu 2026-cı ildə olan test izahına baxaq. Birinci sual, üzüm maddənin sinfi verilib sikloalkan, Emir düsturunu istəyir. Bu tip sualları cavablandırmaq üçün mütləq ümumi formunu hər bir sinfin bilməliyik. Karbon nisbi atom kütləsi verilib 12-dir, hidrogen 1-dir, sayına vururuq. Emirin tapılması qaydasını yəqin ki bilirik. Hər bir atomun nisbi atom kütləsinin sayına vururuq, toplayırıq. Bizdə də eləyəcək 14N D variantı. İkinci sual daha rahatdır. N yerinə 7 qoyursunuz və hidrogen sayını müəyyənləşdirir. A variantı olacaq. Üçüncü suala keçək. Metil sikloparapanın silrası izomerini müəyyən edin. Birinci bu tip suallar necə tapaq? Siklopropan deyirsə, o deməkdir ki bizim siklimizdə 3 dənə karbon var, metil də varsa, deməli cəmi 4 dənə karbonumuz var və bu maddəmizə silrası izomeri müəyyənləşdirmək üçün bilməliyik ki, sikloalkanlar, silrası və alkenlərdir. Alkenlər 1-2 qat rabitəli birləşmələrdir. İzomer də nə demək idi? Formulu eyni olub, quruluş fərqli olsun. Yəni bizim maddəmizdə 4 karbon olacaq. Hidrogen özü tamamlanır, narahat olmayın. 4 karbon və 1-2 qat rabitə lazımdır bizə. Bizdə də B variantıdır. A-nı seçmədik. 3 karbondur. C-də D-də alkindir. 1-3 qat görsünüz də. Y isə 2-2 qat var deyə alkadiyenini götürmədik. 4-ü inşallah gözünüz tapa bilərsiniz. İndi dayandırın, görün özünüz tapa bilirsinizmi? Mən də izahını verirəm yenə. Siklobutan deyirsə 4 dənə karbonumuz var siklimizdə. Bir dənə də metilimiz var. Oldu deməli 5 dənə karbon. Hər bir dəfə biz sizdə burada karbonlar sadəcə var, yazmırıq. Hidrogenlər də məsələn sizin üçün tamamlayın bu şəkildə. Deməli, cəmi 5 dənə karbondur və silrası izomeri müəyyənləşdirməliyik. Necə müəyyənləşdirəcəyik? Bayaqki qayda ilə 5 karbonlu alken axtarırıq. Baxaq görək 5 karbonlu alkenimiz hansı variantdadır? B variantındadır. Keçdik 5-ci suala. Hansı dixloralkanlara natrium metalı təsir etdikdə bir-birinə izomer olan sikloalkan alınır? Baxaq, birinci maddəmizdən nə alınacaq? Yəni, birinci verilən maddədən xlorlar arasında karbonların sayı bizim siklimizdəki karbon sayına uyğun gələcək. Deməli, bizim siklimizdə 3 dənə karbon var. Bir dənə də kənarda qalan radikalımız CH3-ümüz. Bu birinci. İkinci, bax, xlor arasında karbonların sayına baxın, 4 dənə. Deməli, bizim ikinci maddəmiz siklobutandır, 4 karbon. Üçüncü maddəmizə baxaq. Burada xlor arasındakı karbon sayını yenə müəyyənləşdirək. Gördüyümüz kimi xlor arasında karbon sayımız 3 dənədir. Və 2 dənə də kənarda metilimiz var. Yəni bu şəkildə CH3, CH3. Axırıncıdan sikloalkan alınmaz. Nə üçün? Biz bilirik ki, halogenlər qonşu, yəni yanaşı karbonda olarsa və bunların üzərinə natrium sink gəlirsə alken alınır. Yəni buradan sikloalkan alınmayacaq, alken alınır. Ümumiyyətcə buna baxmayaq. İndi izomer maddəmiz sizcə hansı oldu? Deməli, karbon sayını müəyyənləşdirəcəyik. 4 dənə karbon burada, 4 dənə karbon burada, bu da 5 dənə. Deməli, cavabımız 1 ilə 2 olacaq. D variantı. Növbəti sualımız eyni, yenə özünüz görün, cavablandıra bilərsiniz. Çünki əgər özünüz cavablandıra bilirsinizsə, deməli, nəsə anlaşılıb sizə. Bizə verilib 2 metil 1,3 dibrompropana sink metalı təsir etdikdə hansı karbhidrogen alınır? Maddənin formunu açaq. Necə açarsınız? Propandan başlayırıq. Deməli, propanda bildiyimiz kimi alkanlardan 3 karbon var. 2 metil dediyinə görə 2 nömrəli karbonda bunların nömrəliyə 2 nömrəli karbonda CH3 var. 1 nömrəli və 3 nömrəli karbonda isə dibrom, brom var. Burada bir dənə brom əlavə eləyək. İndi bunun üzərinə sink gəlmiş isə, deməli bu alınma reaksiyasıdır sikloalkanların. İndi bromlar arasında karbonlar sayırıq 3 dənədir. Deməli, siklimiz 3 karbondan ibarətdir. Bir dənə də CH3 atdıq. İndi bunu adlandıraq. Metil birinci radikalı oxuyuruq, sonra sikloalkanımızı oxuyuruq. 3 dənə karbon varsa siklopropan. Cavabımız da Y variantı. Növbəti sualımız
7-ci sual. Hansı maddənin natrium reaksiyasının metil siklopentan alınır? Baxaq. Siklopentan deyirsə, siklimizdə 5 dənə karbon, sikl dediyimiz qapalı qurulur. Bir dənə də metil, 6 dənə karbonumuz var deməkdir bizim alınan maddəmizdə. Gəlin görək hansı variant çıxdaş eləyək, sonra isə reaksiya yazmaqla müəyyənləşdirərik. Baxın, burada cəmi 2,4 dixlorpentandır. Cəmi 5 dənə karbon varsa, bundan 6 karbonlu maddə ala bilməyəcəyik. A-nı çıxdıq. Sonra 2,5 dixlorheksandır. Aha, burada 6 dənə karbon var. Bunu nəzərimizdə saxlayaq. 2 xlor 3 metil pentandır. 2 xlor ümumiyyətcə monohalogen, alkanın monohalogen, yəni bir dənə xlor, bir dənə brom olsa, bunların natriumla reaksiyasıyla vürs reaksiyasıdır və uyğun alkan alınır. Yəni bu disikl alkanın alınma reaksiyası deyil. Ona görə də bunu da götürməyəcəm. Sonra baxaq, 1,2 dixlor 2 metil heksandır. Bax, heksanda 6 dənə karbon, bir də metilimiz var. 2 nömrəli karbonda metil var. 7 dənə karbon. Bizdə isə cəmi 6 karbon olmalıdır. Bunda çıxdıq. Deməli, axırıncıda 1,5 dixlorheksandır. Burada da 6 karbon var. Bunu da bunu da nəzərimizdə saxlayın. İndi B-dir, qeydi cavabımız, onu müəyyənləşdirir. Açıq maddəmizi 6 dənə karbonu bir-birinə birləşdirdim və ikinci 2 nömrəli, yəni nömrəli 1, 2, 3, 4, 5, 6, 5 nömrəli karbonlara xlor birləşdirdim. İndi buradan alınan maddəni müəyyənləşdirək. Baxın, xlor arasında neçə karbonumuz var? Xlor arasında bizim 4 dənə karbonumuz var. 4 dənə karbon varsa disikldə 4 karbonumuz var. Və yerdə qalan da bizim radikalımızdır. Beləliklə, buradan nə başa düşdük ki, bu B variantı ola bilməz. Nə üçün? Çünki disiklopentan olmalıdır biz. Amma disiklobutan aldıq. Yanlışdır. Yenə də istəsiz gözümüzlə görək ki, həqiqətən doğru almışıq. Deməli, 6 dənə karbonu yenə bir-birinə birləşdirdik. Əvvəlcə həmişə karbondan başlayın. Sonra 1,5-dir. Birinci karbondan xlor birləşdirin. Bir də 5 nömrəli karbona xlor birləşdirdim. İndi baxın, xlor arasında neçə karbonumuz var? 5 dənə. Deməli, bu disiklopentan olacaq. Bir dənə də kənarda metilimiz qaldı. Metil, disiklopentan həqiqətən də ödəyir. Cavab E variantı. Növbəti sual. Səkkizinci sualda bizə nə verilib? Hansı birləşmənin natrium metala təsir olunduqda 1,2 dimetil disikloheksan alınmaz? Diqqət eləmişəm suala, alınmaz deyir. Baxaq. Biz disikloheksan almalıyıq. Deməli, xlor arasında 6 dənə karbon olmalıdır. Baxaq. Buradan bax, xlorumuzun biri bu karbona birləşir, bir də bu karbona. Görək bizdə neçə dənə karbon var? 1, 2, 3, 4. Oy, üzrsən. Belə düşməlidir. 5, 6. Yəni, həqiqətən də 6 dənə oldu xlor arasında və 1,2 dimetil. Gördüyümüz kimi metilin biri burada, bir də buradadır. Yəni, ardıcıl karbonlara baxın. Baxın, bu karbonlar ardıcıl yerləşib. Bu ola bilər. A variantını götürə bilərik. Yəni, buradan biz disiklo, deməli, 1,2 dimetil disikloheksan ala bilərik. Səbəb inşallah aydındır. Növbəti bir də izah verək. Növbəti görək B-dən. Bax, xlorlar bir bu karbondadır. Digər xlorda axtarıb tapırıq ki, bu karbondadır. İndi bu xlor arasında karbon sayını müəyyənləşdirək. Baxın, neçə dənə karbonumuz var? Sayaq. 1, 2, 3, 4, 5, 6. Bəli, disikloheksan alacaq. Gördüyümüz kimi metillər də ardıcıldır. Yəni, 1-2 dediyinə görə ardıcıl olmalıdır. Bəli, bu da olar. Bunu da götürmürük. C variantına keçək. C variantında xlorların biri buradadır. Xlorun biri də çox güman ki, axırıncıdadır. 1, 2, 3, 4, 5, 6. Burada 6 dənə karbon var. Amma bir dənə metilimiz var. Bu olacaq. Çünki bizdə 2 metil olmalıdır. 1,2 dimetil olmalıdır. Yəni, cəmi 7 dənə karbonumuz olur. Bunu saxlayıram. Çünki PDF-in axırı görsəmir. Bəlkə də arxada siyahışız var. D variantına baxaq görək. Xlor karbon, sonra gəldik, xlor buradadır. Burada bir dənə metil görsənir aydın şəkildə. 1, 2, 3, 4, 5, 6. Çox güman ki, burada metil var imiş.
görsəmək. Çünki D uyğun cavab olacaq. Niyə? Karbonlar arasında 6 dənə xlor arasında karbonumuz var. Sikliheksan alacaq. Bir də metillər var ki, metillər görsün, biri bu karbondadır, biri bu karbon. Ardıcıl deyil. Ardıcıl deyilsə 1-2 ola bilməz. Ona görə cavabımız da D variantı olacaq. İnşallah ki tam aydın oldu. İndi keçirik növbəti 9-cu suala. 1,2 dimetil disiklopentan alınardır. Baxaq, disiklopentan deyirsə bizim halogenlərimiz arasında 5 dənə karbon olmalıdır. Baxaq, bu 5 dənə karbonumuz var. 1,2 dimetil deyir. Bizdə isə bir dənə kənarda metilimiz var. Olmaz. Baxaq, xlor arasında karbonumuzun sayı 5 dənədir. Amma görsün metillər eyni karbondadır. Yəni bu da olmayacaq. Bizdə eyni yox, yanaşı. 1-2 yazıldığına görə yanaşıdır. Keçdik C variantına. C variantında xlor arasında karbon sayına baxırıq. Yenə də neçə dənədir uşaqlar? 5 dənə. Amma burada biz 5 dənə disiklopentan aldıq. Radikalımız etildir. Çünki CH2, CH3 bizdə 2 karbondirsə CH5 deməkdir. CH5 etil radikaldır. Bizdə isə etil yox, 1,2 dimetil olmalıdır. Bu da deyil. D'ye keçdik. Xlor arasında karbon sayımız oldu 5 dənə. Görək radikallarımız görsün ardıcıl karbonlardır. Biri buradadır, biri buradadır. 1-2 olar. Cavabımız elə D variantı doğru fikirdir. İndi keçək. Görək düz saydıq. Bəli, düz saymışam. Keçək 10-cu suala. 10-cu sualda bizə nə verilib? 10-cu sualda sikliheksan izomerini göstərindir. Baxaq. Sikliheksan demək neçə karbon deməkdir? Yadda saxlayaq 6 karbon. Sayaq bizdə də gördüyümüz kimi birinci maddədə 6 karbon var. Olar. Sonra ikinci maddədə 1, 2, 3, 4, 5, 6, 7 olmaz. Sonra 1, 2, 3, 4, 5, 6 bu da olar. Burada da baxaq görək. Gördüyümüz kimi 7 dənədir. Bu da olmaz. Cavabımız 1 ilə 3 oldu. Doğru cavab sikliheksan izomerlər. 11-ci sual. Metil disiklopentanın quruluş izomerini müəyyən edindir. Metil və disiklopentan. Bunu tapaq. Disiklopentanda 5 karbon, bir dənə metildə 6 dənə karbonumuz varsa, 6 karbonlu gəlin biz maddəmizi müəyyənləşdirək. Siz özünüz fikirləşin əvvəlcə hansı uyğun gələr? Fikirləşdirib cavabınızı tapandan sonra izahın davamına baxın. Deməli, burada biz bilirik ki, izomer olması karbon sayı eyni olmalı. Yəni, formula eyni olmalıdır. Birinci maddədə 6 karbon var, ödəyir. İkinci karbon, baxın, 7 dənə, 1, 2, 3, 4, 5, 6, 7 dənə olmaz. Dördüncüdə də yenə 6 dənə də ödəyir, amma daha doğrusu üçüncü ödəyir, dördüncüyə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, yenə bu da ödəmədi. Biz 6 karbonlu ciklalkan axtardıq. O 1 ilə 3-cü variant doğru oldu. D variantımız doğrudur. 12-ci suala keçirik. 12-ci sualda bizə nə verilib? Ciklalkandır. Karbon sayı N+1 isə ümumi atom sayını istəyir bizdən. Formula baxırıq. CnH2-dir. Gördüyümüz kimi bizdə ümumi atom sayı 3N-dir. 3N-ni alaq götürürük. Əgər karbon sayı N olarsa, indi bizdə karbon sayı N yox, N+1-dir. Deməli, bu N yerinə N+1 qoyacaq və uyğun atom sayı 3N+3. B variantı. Növbəti sual, 13-cü sual. Ciklalkandır. Ciklalkanda sp3 hibrid orbitalansa x ilə ifadə olunub, sigma orbitalansa ümumi sayısı y ilə ifadə olunub. Birinci, ciklalkanla bitən maddələrdə birinci, orada karbon atomunun hamısının hibrid vəzifəsi sp3-dür. Alkanlarda və ciklalkanlarda. Karbon atomu sp3-dür. Belə necə yadımızda saxlaya bilər? Alkana ciklalkanda piravdə yoxdur. Piravdə yoxdursa, deməli həmin karbon ətrafı 4 sigma əmələ gətiribsə, hibrid vəziyyəti sp3-dür. Və sp3-dürsə bir karbon 1 s ilə 3p orbitalı karbonda bu şəkildədir. İstəsəniz
nəzəriyyə kitabından yenə oxuyarsınız, təkrarlayarsınız. 1s-lə 3p orbitalı birləşir. Karbon elektron formasında görəcəksiniz heçalmış vəziyyətdə. Və 4 dənə hibrid orbital əmələ gətirir. Yəni bir karbon əmələ gətirir hibrid orbitalın sayı 4 dənədir. 4 dənə sp3 hibrid orbital əmələ gəlir. 2 karbon olsa deyəcək 8, 3 karbon olsa deyəcək 12 bu şəkildə. Deməli buradan nə nəticəyə gəlir? Karbon hibrid orbitalın sayı bərabərdir 4n-ə. Ümumi sigma istəyir. Ümumi sigma deyəndə burada pir orbital yoxdur. Karbon-karbon arasında sigma, bir də karbon-hidrogen arasında sigma orbitallarımız var. Bunlar karbon-karbon arasında n qədərdir. Karbon-hidrogen arasında hidrogen sayı 2-in. Yəni topladıq neçələrdir? 3-in. Belə də qapalı quruluşlarda yadda saxlayırsınız ki, atom sayı elə sigma orbitalın sayına bərabərdir. Gördüyünüz kimi 3n atom sayıdır. Deməli 3n qədər də sigma orbital mövcuddur bu maddəmizdə. Beləliklə gəlin ümumiləşdirək. 4n bu elədir, 3n də bu elədir. Topladıq 7. Növbəti sualımıza keçək. Atom sayı 3n plus 3 verir. Bu cür suallar işləyəndə eyni qayda ilə işləyir. Necə? Biz bilirik ki, atom sayı 3n olmalıdır. Amma bizdə 3n yox, 3n plus 1 verir. 3n nə vaxt olur? Karbon sayımız n olarsa, onda ümumi atom sayı 3n-dir. Amma bizdə karbon sayını bilmirik. Burada onu müəyyənləşdirməliyik. Görək ki, karbon sayı neçə olanda, yəni n-dir, n plus 1-dir, n plus 2-dir, nə idi? Ona uyğun da atom sayı 3n plus 3 olur. Belə bir sualları cavablandıranda qaydadan bildiyimizi bərabərləşdirib testdən verilənə bərabər elədik. Qaydadan məlum olmalı olan hansı ki qayda ilə 3n olmalıdır, həmin n-i iştirakləyirik və həmin n-i müəyyənləşdiririk ki, bu n-imiz, karbon sayımız neçədir? 3n plus 3-ü bölürük 3-ə, o da eləyəcək n plus 1. Deməli, bizim sikl alkanında karbon sayı n yox, n plus 1 ilə işlənib. Karbon sayıda ona görə cavabımız C variantı olacaq. Sikl alkanının 15-ci sualda buxarının hidrogenə görə nisbi sıxlığı 28-ə bərabərdir. Maddə miqdarını əlaqələndirmiş sualda nisbi sıxlıq düsturu hansı qazdan söhbət gedirsə, həmin qazın emirini digər qazın emirinə bölməklə birinin digər neçə ağır və yüngül olduğunu tapırıq. Buna da nisbi sıxlıq deyirik. Hidrogenə görə nisbi sıxlıq deyilirsə, deməli bilmədiyimiz həmin qazın emiri, X qazın emiri bölüb hidrogenin emirinə və bərabər olub 28-ə. Deməli, həmin qazın emiri də oradan tapa bilərik ki, bərabər imiş 56-ya. Bu da bizim sikl alkandır. Sikl alkan emir düsturunu tətbiq edilir. 14-dən bərabərdir 56-ya, n də bərabər 4-ə. Bu karbon sayı 4 olan bizim sikl alkan imiş. Bu da C4H8 B variantı doğru variantı. 16-cı sual. Hansı birləşmənin atomi təsir sikla parafini alınır? Baxaq. Birincidən görürsünüz alkanın monohalogen, yəni bir dənə brom var görürük. Üzərinə natron gəlinir. Belə bir reaksiya görürsə bu Rus reaksiyasıdır. Yadda sax alkanların alınma reaksiyasıdır bu. Yəni bir alınmaz. İkinci dih alkandır. Dihalogen törəmədir. Görürsünüz alkan olduğunu hardan bilirəm? Pir orbital yoxdur. Dihalogen deyirsə 2 dənə brom var gördüyünüz kimi. Halogenlər də fluor, brom, yod bunları götürürük. Bromlar arasında baxırıq ki, 3 dənə karbon var. Bir dənə də metil kənarda. Dedik ki, halogenlər yanaşdı isə sikl alkan alınır, yanaşıdırsa alkin alınacaq. Elə cavabımız B variantıdır. B variantından sikl alkan ala bilərik. Məsələn, C-dən niyə ala bilmərik? Görürsünüz, brom eyni karbona birləşib, olmaz. Burada bromlar yanaşı karbondadır, bu da olmaz. Burada yenə brom eyni karbondadır, bu da olmaz. 17. Bütün karbon atomları sp2 vəziyyətində olan C4H8. Bütün karbon sp3 deyirsə, bu ya alkandır, ya sikl alkandır. Bizdə də CNH ünumi formanda da C4 olanda hidrogen 8 olur. Deməli, sikl alkandan söhbət gedir. Hansı fayda doğrudur? Siklik quruluşa malikdir, doğrudur. Hidrogen birləşdirir.
Bəli, siklopropan, əgər kimya xassəsinin siklalkanlarını öyrənmişiksə, siklopropan, butan, hidrogen birləşdirirlər. İzomeri yoxdur, bu yanlış fikirdir. Sinqarası izomeri də var, sinif daxili də izomeri var. Deməli, cavabımız olacaq 1 ilə 2. 18-ci sual. Siklopropan və propilen qarışımının 44-18 litrin yanması neçə qram sualına? Siklopropan və ya propilen fərqi yoxdur. İkisinin də formu C3H6-dır. Biri siklalkandır, biri də alkenlər sinfinə aiddir. Neçə qram suallardır? Baxın, karbon qazı və suallar su istəyir deyə biz birbaşa suya misallaşdıraq. Karbon qazımıza ehtiyac yoxdur. Hidrogen sayını bərabərləşdirdim. Sual belədir. 44,8 litr bu qarışıqdan neçə qram suallar? X qram. Niyə bir tənliyə işləyirəm? Çünki ikisinin də formulu eynidir. Əgər bunu 22,4 tənliyə görə 1 mol qazımızı götürürsək, yəni 22,4 litr götürsək, buradan alınan suyun qramı 3 vurulsun 18, yəni 54 qramdır. Buradan da ikisi tapsaq, ikisinin çarpasında olanı yadda saxlayın, aşağı yazırsınız. 4,8 vurulsun, 3 vurulsun 18. 22,4 ilə getdi, 4,8, 2. Bu da eləyəcək bizdə 108. Belə, cavabımız da A variantıdır. İnşallah ki, aydın olmuşdur. Sadəcə bir tənliklə işlədik. Tənlik üzərində hesablanan kimyanın olması olmazını da bacarmalıyıq. Verilənlərlə bir də tənliklə işləyirik təbii ki. Sonra 19-cu sualda 1,2 dimetil sikleksanı. Bunu inşallah aromatik arenlər keçəndə biləcəksiniz. Uyğun maddəni tapmağı biləcəksiniz. 1,2 dimetil sikleksanın dehidrogenləşdirəndə alınacaq ortoksilol. Bunu öyrənəcəksiniz. Yəni, indidən bilməyiniz normaldır. Növbəti siklalkan molekulunda neçə karbon-hidrogen sigma rabitəsi var. Ümumiyyətlə, bizdə karbon-hidrogen arasında rabitə karbohidrogenlərdə hidrogen sayına bərabərdir. Bizdə də hidrogenin sayı CnH2-dir, yəni hidrogenin sayı 2-dir. Cavabımız da 2 olacaq. 21-ci sual. Hansısa birləşmənin atomuna təsir edən siklopentanlar? Deməli, burada baxırıq. Siklopentan deyirsə, bizim halogenlərimiz arasında 5 dənə karbon olmalıdır və başqa olmamalıdır. Cəmi 5 karbon və bunlar da halogenlərimizin arasında yerləşməlidir. 1, 2, 3, 4, 5 elə cavab A variantı ödəyir. B-də görək niyə öyrənmir? Bromlar arasında 3 karbon var, ödəmir. Burada ümumiyyətcə alkin alınacaq. Burada da bromlar arasında 3 karbon var. Burada isə 1 dənə brom var. Bu alkanın alınma reaksiyasıdır, qeyd elədik. Sonra siklopropan üçün 22-ci sual. Nə doğru deyil? İzomeri var. Bəli, siklalkan, məsələn, siklopropan isə sinqarası propen olacaq. Sinqarası izomeri var, amma sinif daxili yoxdur. Molekulunda 3 karbon atomu var. Bu da doğru fikirdir. Propan deyilirsə, siklopropan, propan fərq yoxdur. Bunların karbon sayı 3-dür. 1 molu 22,4 litr həcm tutur. Bu məna nə ilə əlaqədardır? Yəni, üzr istəyirəm, ikinci sualı sən düz oxumadım. 3 karbon yox, üçlü karbon deyir. Bu səhvdir. Üçlü karbon nə deməkdir? Siklopropanı yazın. Yəni, karbon 3 dənə karbonla birləşir. Burada yalnız ikili karbonlar var. Bu karbon 2 karbonla birləşir. Bu karbon 2 karbon. Birləşdiyi karbon sayı 10 neçəli olduğunu göstərir. Burada üçlü karbon yoxdur. Üçü də ikili karbondur. Yəni, bu səhvdir. Bunu qeyd edeyim. Bu düzdür. 1 mol 22,4 litr həcm tutur. O deməkdir ki, həm maddə qaz halındadır. Bəli, siklopropan da qaz halında bir maddədir. Fiziki xassələrindən yəqin ki, bilirik. Bu da doğrudur. Molekulunda ikili karbon atomu var. Bəli, elə hamısı üçü də ikili karbon atomudur. Bu da doğrudur. Bizdə yalnız səhv oldu. İkinci, o da doğru deyil istəyir. B variantı. Növbəti 23-cü sualdan bizə siklalkan verilir. Siklalkanda karbon atomlarının sayı M+1 verində ünlü formu istəyir.
Ünformumuz CnH2-dir. Bir də N yox, karbon sayımız N+1 verib. Onda olacaq CN+1, hidrogendəki 2 N+1. Bu şəkildə yazırıq, yəni 2+2 olacaq. Cavabımız da B variantı. 24 Siklalkandır. Karbon N+1 də hidrogen sayını soruşur. Baxın, karbon sayı NH2-dir. Yəni karbon sayımız N olanda hidrogen sayı 2N olacaq. Deməli biz karbon sayımız N+1-dirsə, hidrogen sayımız da 2N+2-dir. A variantıdadır. Burada diqqət edək, siqalkanın bir molun tam yanmasına alınan suyun molunu deyil. Siqalkanları yandıraq, görək suyun molu neçə düşür. Hidrogen sayımız N'dir, 2N'dir, sol tərəfdə, sağdası 2 dənədir. 2N olmaq üçün qarşıya N atıram. Amma bizdə suyun əmsalı, yəni molu N yox, N+1 verib. Bizdə həmişə verilən nə edirik? Baxın, bizə məlum olanı, qaydada məlum olanı testdə verilənə bərabərləşdirir, onu ştrixləyirik və tapırıq. Deməli, karbon sayı N yox, N+1 ilə işləyirik. Hidrogen atomunun sayını tap deyir. Hidrogen də 2N'dir normalda. N'in yerinə də biz bu dəfə qoyuruq N+1. Bu şəkildə cavabı müəyyənləşdiririk. 25-ə qədər izah elədim. Davamlı isə gələn növbəti dərsdə izah edəcəm.